Bugün də Koroğludan bir nağıl oxuyaq. Koroğlunun Türkmən səfəri 31-ci səhifə. Birincan Koroğlunun özün tanıdıq. Koroğlu İstanbul səfərinə getdi, eşin də tapdı, yoldaşını tapdı, Nigar xanımı. Sonra aşığını da tapdı, Aşıq Cünunu. İndi də vaxtıdır ki, ayrı bir nəfəri tapa. Koroğlunun Türkmən səfəri. Koroğlunun oğlu yox idi. Koroğlu Nigar xanımı almışdısa da yenə evladı olmamışdı. Koroğlu Qarsın ətəklərindəki Alacalar dağında Osmanlı qoşunu ilə toqquşmuşdu. Orada çox bərk dara düşüb 7 gün 7 gecə mühasirədə qalmışdı. Ona görə də kişilikdən kəsilmişdi. Neçə illər keçmişdi. Daha evladı olmayıb sonsuz qalmışdı. Günlərin bir günü Çardaqlı Çənlibeldə keyf məclisi qurulmuşdu. Xanımlar, dəlilər, nökərlər, mehtərlər Koroğlunun, Nigar xanımın sağ solunda geyinib, keçinib əyləşmişdi. Neçə vaxt idi ki, bir yana səfər yox idi. Koroğlunun başı davadan, qalmaqaldan ayazımışdı. Paşalardan, tacirlərdən çalıb capdıqları mal dövlətlə keyf eləyirdilər. Koroğlunun cünun aşığı da bu keyf məclisində idi. Bir tərəfdə oturub Koroğlunu gözləyirdi ki, nədən desə ondan oxusun. Hamısı kefdə idi. Bunların içində yalnız Nigar xanım qəmgin idi. Koroğlu hamıdan qabaq bunu görmüşdü. Dedi: "Ay Nigar xanım, kef bizdə, damaq bizdə, igidlik bizdə, mal, dövlət bizdə. Niyə qəmginsən?" Koroğlunun cavabında aldı Nigar xanım görək nə dedi. "Qəm qüssəm başımdan aşıb, mən tək dərdə dalan yoxdur. Qurbət eldə bağrım pişib, necə yada salan yoxdur. Necə baxım ev eşiyə, yaralı göylüm üşüyə, toz bürümüş boş beşiyə, şirin laylay çalan yoxdur. Çənlibeldə qar görünür, güllər mənə xar görünür, günüm ahuzar görünür, bir qeydimə qalan yoxdur. Tutun məclisdə yasımı, geymişəm qəm libasımı, bu fələkdən qisasımı nə zamandır alan yoxdur. Çardaqlını güllər bəzər, güllər saralsa kim üzər, hər quş balasın gəzər, niyə sənin balan yoxdur? Koroğlusan, hay salarsan, paşalardan bacalarsan, neçə saraylar talarsan, sən tək şəhri talan yoxdur. Nə dərd olsa məni tapar, sonsuzluq bir yanım çapar, yarılğan uçar, toz qopar, görərsən ki, qalan yoxdur. Nigarı dərdə gətirən, cəsədin qəbrə getirən, Koroğlu namın götürən, yurdunda son olan yoxdur. Nigar xanımın sözlərindən Koroğlu da qəmləndi. Çox məlul oldu. Bu zaman aldı Aşıq Cünun görək nə dedi. Bürüyüb aləmi şənin, şöhrətin, söylə qoç Koroğlu, nədən məlulsan? Adın çəkiləndə yağı titrəyir, söylə qoç Koroğlu, nədən məlulsan? Dəlilər yeriyir, alaylar bükür, düşmənlər əlindən dad həzar çəkir, quşlar qanad çalır, şahlar tük tökür, söylə qoç Koroğlu, nədən məlulsan? Dağların başından keçən bir karvan, o sarı əlində ağlayır sarvan, tacirlər əlindən çəkirlər aman, söylə qoç Koroğlu, nədən məlulsan? Nərəndən meşədə əsir aslanlar,
Zərbəndən titrəyir xükkarlar, xanlar, sənə baş əyirlər bəylər, sultanlar. Söylə Qoç Koroğlu, nədən məlulsan? Qıratın üstünə diltəng olan, paşalar varına talanlar salan, İskəndər tək sudan bac xərac alan. Söylə Qoç Koroğlu, nədən məlulsan? Çənlibeldə ağır məclislər quran, tunclar döşləyən, ögəclər qıran, ayaqlarda əsən, başlarda duran. Söylə Qoç Koroğlu, nədən məlulsan? Yanında əyləşib alagöz nigar, xanımlar, mehtərlər, dəlilər nə var? Aşıq Cünun şovqa gəlib oxuyar. Söylə Qoç Koroğlu, nədən məlulsan? Aşıq Cünunun oxumağından Koroğlunun qəlbi coşa gəldi. Köhnə yaraları təzələndi. Aldı sazı, görək nə dedi. Sənə deyim Aşıq Cünun, gözlərimdə yaş inildər. Bir igid oğlan ucundan, şeş atanda 5 inildər. Nigar xanım məlul durar, əl qoynunda boynum burar. Müjganın sinəmə vurar, göz oxşuyar, qaş inildər. Göylümü namərdlər yıxsa, polad qolçaq qolum sıxsa, Misri qılınc qından çıxsa, leş sərilər, baş inildər. Coşdu dəli göyül coşdu, mowc verdi kəllədən aşdı. Bir meşəyə ki od düşdü, quru yanar, yaş inildər. Koroğluyam, sözüm çoxdur, sözlərim peykanlı oxdur. Hansı igidin sonu yoxdur, ocaq sönər, daş inildər. Koroğlu sözünü tamam eylədi. Aşıq Cünun dedi: Ay Qoç Koroğlu, elə bundan ötürü məlulsan? Bunda nə var ki? Sənin mənim kimi aşığın var. Dünya mənim ayağımın altında sini kimidir. Gedərəm hər yanı, hər torpağı gəzərəm. Axtararam, bir Yusuf kimi gözəl, Rüstəm kimi igid oğlan taparam. Gələrəm, sənə xəbər verərəm. Dəliləri bulut kimi oraya tökərsən. Xoşla olsa xoşla, zorla olsa zorla alıb gətirərsən. Özvə oğul edərsən. Aşıq Cünunun bu məsləhətinə Koroğlu, dəlilər, xanımlar hamısı razı oldu. Bundan sonra Nigar dedi: Ay Aşıq Cünun, nə vaxt bir belə iş eləsən, mənim alqışım, Koroğlunun, dəlilərin hörməti sənin üstündən əskik olmaz. Bu söz Nigarın ağzından çıxan kimi Aşıq Cünun sazını götürdü. Koroğlu ilə, dəlilər ilə, xanımlar ilə əltmən olub yola düşdü. Dağ aşdı, dərə keçdi, neçə-neçə oymaqlar, neçə-neçə şəhərlər, kəndlər gəzdi. Dövran açdı, məclis apardı. Çox oğlanlar gördü, çox igidlər nişanladı. Amma Qoç Koroğluya, alagöz Nigara, oğulluğa layiq oğlan, Yusuf kimi gözəl, Rüstəm kimi igid barabar görmədi. Hər yerdən, hər torpaqdan keçib getdi. Axşam üstü çıxdı Təkə Türkməndə bir obaya. Gördü, obanın çoban çoluqları, cavanları qoyun sürülərini, mal naxırlarını yollardan, döşlərdən töküb qabaqlarında obaya haylayırlar. Onlar Aşıq Cünunu gördülər. Başına toplaşdılar. Dedilər: Aşıq, nə yaxşı oldu səni tapdıq. Bu gecə bizim obada toy məclisi var. Səni oraya apararıq. Oxuyarsan, göylümüzü açarsan. Aşıq Cünun yaxasını qırağa çəkib getmək istəmədi. Türkmən dəliqanlıları əl çəkmədi. Onu özləri ilə apardılar. Axşam toy məclisi quruldu. Təkə Türkmənin adlı sanlı igidləri, ağsaqqal, qarasaqqalları, cahil cumruları, qız gəlinləri oraya yığılmışdılar. Aşıq Cünunu da oraya gətirdilər. Yemək içməkdən sonra Aşıq Cünunu ortaya çıxartdılar. Dedilər: Ay Aşıq, hardan gəlirsən?
Hara gedirsən? Kimin aşığısan? Aşıq Cünun dedi, Qoç Köroğlunun aşığıyam. Çənlibeldən gəlib Ərzuruma gedirəm. Yolumu azdım, gəlib buraya çıxdım. Ay aşıq, Köroğlunu çox vurub tutan, asıb kəsən igid söyləyirlər. Bir onun şücaətindən, igidliyindən söylə, qulaq asaq. Aşıqçının sazı sinəsinə basıb görək nə dedi. İgidlər oğlağı o çənli beldə, daşdan qala quran Qoç Köroğludur. Kinli paşalara meydan oxuyan, çox köhlənlər yoran Qoç Köroğludur. Düşmanın üstünü quş tək aldıran, aslanlar dişindən ovlar saldıran, xaqanlar başına şeşpər çaldıran, qulac qollar yoran Qoç Köroğludur. Dağları, daşları duman bürüsə, qılınclar pas atıb qında çürüsə, Misr, İstanbul, Şam tamam gerisə, tək qabaqda duran Qoç Köroğludur. Qayada tor qurub tərlanlar tutan, yüz yağını birdən qol-qola çatan, ərəb at döşünə sərdarlar qatan, ər bağırlar yaran Qoç Köroğludur. Cünun əyləşiblər ərlər qarşında, alaylar başlanar tər savaşında, 777 dəli başında, şahlar üstə varan Qoç Köroğludur. Aşıq Cünun sözü qurtarar qurtarmaz, toy adamları ona əl çaldılar, alqışladılar, bol nəmər yığdılar. Aşıq Cünun yığılan nəmərləri yiyələrinə qaytardı, dedi, mənim ağam Qoç Köroğlunun malı dövləti çoxdur. Belə qəpik quruşa təməl salıb Köroğlunun adını batırmaram. Mən nəmər, pul yığan aşıqlardan deyiləm. Dedilər, elə isə oxu, göylümüzü aç, dərdimizi, qəmimizi dağıt. Aşıq Cünun sazını götürüb istədi ki, yenə Köroğludan oxusun. Bu zaman özünə güvənənlərdən biri ayağa durub dedi, Ay aşıq, Köroğludan oxuduğun yetər, indi də bizim igidlərdən oxu. Aşıq Cünun dedi, Aşıq gördüyünü çağırar. Mən Köroğlunu görmüşəm. Ondan oxuyaram. Buraya yeni gəlmişəm. Sizin igidləri görməmişəm. Onlardan necə oxuyum? Məclisdə siz söyləyən adlı sanlı igid varsa, ayağa qalsın, görüm, özünə layiq tərifini eləyim. Aşıq Cünunun bu sözü ağzından çıxan kimi hər yandan dedilər, Qəssaboğlu Eyvaz ayağa qalsın. Aşıq onun gözəlliyinə, igidliyinə baxıb tərif söyləsin. Eyvaz ayağa qalxdı. Eyvaz boylu buxunlu, tərlan baxışlı gözəl bir oğlan idi. Öz gözəlliyi ilə toy məclisini heyran eləmişdi. Aşıq Cünun onun Köroğluya, Nigara, oğulluğa layiq olduğunu təsdiq elədi. Aldı belə dedi. Aşıq Cünun dedi, Məclis başında durubsan, neçə igidlər yorubsan, qaşlarını nə qurubsan, burca bənzər boyun Eyvaz, gözəllər peşvaza gələr, doğan ana qədrin bilər, alnın açıq, üzün gülər, nə şirindir suyun Eyvaz. Sən Yusuf-i Kənansanmı? Paşasanmı, sultansanmı, mələksənmi, insansanmı, kimə çatar suyun Eyvaz? Çatmaz gücünə nər sənin, adın dildə əzbər sənin, Köroğlu kimi ər sənin, axır olur oyun Eyvaz. Aşıq Cünun sənə heyran, eləmə göylümü viran, çənli beldə açıb doğran, bir tutaydım toyun Eyvaz. Hər yandan kişilər, oğlanlar, qızlar, gəlinlər əl çaldılar. Aşıq Cünunu dönə-dönə alqışladılar. Sağ ol, sağ olun üstündən yağdırdılar. Bunun üstündən yenə Aşıq Cünun coşdu, sözə başladı, görək nə dedi. Çənlibel başında əsrəmiş bir nər, Eyvaz, zorla alar Köroğlu səni,
Yıxar qayaları, atar dağları, kəməndinə salar Koroğlu səni. Eyvaz Aşıq Cünunun Koroğlu ilə onu qorxutmasını görüb aldı cavabında görək nə dedi. Eyvaz: İgitlikdə vardır elde adımız, Aşıq bizə təkə türkmən deyərlər. Hara varsaq qabağımız qayıtmaz, Aşıq bizə təkə türkmən deyərlər. Aşıq Cünun dedi: Dinib danışdığı davadır, doldur. Söndürən rüzgardır, yandıran qordur. Aləmi bürüyən sönməz alovdur. Alovlar qalar Koroğlu səni. Eyvaz dedi: Düşman gözün oyum oyum oyaram. Mənsur kimi dərisini soyaram. Koroğlunu qızıl qana boyaram. Aşıq bizə təkə türkmən deyərlər. Aşıq Cünun dedi: Dava günü qulac qolu qayıtmaz. Nərəsindən gecə igidlər yatmaz. Yerdə olsan, göydə olsan unutmaz. Arar, axır bular Koroğlu səni. Eyvaz dedi: Köhləm minib çıxar olsam yoluma, Kim yapışar rikabıma qoluma? Koroğlu sağıma, Həsən soluma, Aşıq bizə təkə türkmən deyərlər. Aşıq Cünun dedi: Dağların başında yel kimi əsər, Bir qılınca 77 baş kəsər. Tərlan gəmişdirib Çənlidə küsər, Gələr qıya, çalar Koroğlu səni. Eyvaz dedi: Türkmənlərin say seçməsin yığaram. Bulut ollam Çənli belə yağaram. Koroğlunu özüm tutub boğaram. Aşıq bizə təkə türkmən deyərlər. Aşıq Cünun dedi: Cünun Koroğluya bir şirin nökər. Düşmanın üstünə göydən ot tökər. Şığıyıb qıratın tərkinə çəkər. Özünə mal qılar Koroğlu səni. Eyvaz dedi: Hayqırıb meydanda açsam qol qanat, Qarı düşman qabağımda olar mat. Eyvazı qorxutmaz Koroğlu qırat. Aşıq bizə təkə türkmən deyərlər. Aşıq istədi ki, hərbə zorbə ilə söz güləşdirməklə Eyvazı qorxudub, özü ilə bərabər Çənlibelə aparsın. Bir də Koroğlunu Çənlibeldən buraya gətirib, götür qoya, zəhmətə salmasın. Gördü yox, bu o deyənlərdən deyil. Hər belə zarafatla qorxası deyil. Hər bir sözlə Qəssaboğlu Çardaqlı Çənlibelə çıxmaz. Biraz da artıq danışsa, çömkəsini alıb başına çalar. Aşıq Cünun əl altından Eyvazın əsl soyunu, yer yurdunu yaxşıca öyrəndi. Toyun sabahı günü yolu əlinə alıb Çənlibelə tərəf getdi. Gecə gündüzə saldı. Yolun damarını kəsib hər yerdən keçdi. Gəldi bir sabah ertəsi Çənlibelə çatdı. Koroğlu, dəlilər, xanımlar onu görüb başına yığışdılar. Görüşəndən sonra 77 yerdən dedilər: Ay Aşıq Cünun, haraları gəzdin? Nə gördün? Nə eşitdin? Niyə belə gec gəldin? Onların cavabında Aşıq Cünun sazını götürüb görək nə dedi. Vardım şəhərə, obaya, keçdi zimistan, yaz gördüm. Uğradım çölə, səhraya, bulaq üstə yarpız gördüm. Dəndən oldu dağlarda qar, bağlar gətirdi heyvanlar. Dolandı qış, gəldi bahar, çöllərdə ördək, qaz gördüm. Dolandım neçə oğlağı, keçdim düzü, aşdım dağı. Hələb qəsri, Bağdad bağı, döşənmiş payandaz gördüm. Ayrı qılıncı belində, tarifi mərdlər dilində. O, təkə türkmən elində, Qəssaboğlu Eyvaz gördüm. Laçın kimi göydə süzür,
Namərdlər bağrını əzir, məclisdə saqi gəzir, ortada söhbət, saz gördüm. Aşıq cünun de üz barı, dolandım dünyanı yarı, qoç Koroğlunu nigarı, Eyvaz tək əri az gördüm. Deyərlər ki, Koroğlunun hər cürə geyimi, hər qaydada libası varmış. Hər torpağa, hər səfərə gedəndə bir cür geyinib gedərmiş. Koroğlu bu dəfə Türkmən səfərinə gedəndə çodar libası geyindi. Altından əmud keçirtdi, şeşpər taxdı, qalxan astı, misri qılıncı bağladı. Qıratı ifcin yəhərləyib onun barabarında saxladılar. Koroğlu uzaq səfərə gedirdi. Xanımlar, dəlilərlə halallaşdı. Qırata minmək istədi. Dəlilər irəli yerib dedilər: Ay Koroğlu, təkə türkmən kimi qorxulu uzaq səfərə getmək istəyirsən. Qoy biz də atlanıq, yanınca gedək. Demək olmaz, dava olar, vuruşma düşər. Sənin üçün yalqızlıq əl verər. Koroğlu dəlilərin məsləhətinə yatmadı. Atın ziltəngini bərkitdi. Bir əlini Qıratın yalmanına atıb sıçradı, belinə qalxdı. Dəlilər, xanımlar Koroğlunu bircə Qırata sıçrayanda gördülər. Koroğlu dəlilərin məsləhətinə yatmadı. Atın ziltəngini bərkitdi. Bir əlini Qıratın yalmanına atıb sıçradı belinə, qalxdı. Dəlilər, xanımlar Koroğlunu bircə Qırata sıçrayanda gördülər. Qırat yel kimi getdi, quş kimi qanad açdı. Gədikləri keçdi, bələnləri ötdü. Yoxuşları çıxdı, enişləri endi. Yerin damarını kəsdi. Neçə gündən sonra gedib təkə türkmənə çıxdı. Eyvazın yerini bildi. Qıratı sürüb gördü, Eyvazın atası Qəssabalı bir düzdə qoyun seçir. Yanında da bir neçə çoban. Eyvaz da bunların içində. Koroğlu düşdü. Qıratı bir yerə ilişdirdi. Onlara yanaşdı. Dedi: Mən çodaram, Dağıstandan gəlirəm. Qoyun alacağam. Qoyunun biri neçəyədir? Qəssabalı dedi: Qoyunun biri 5 manatdır. Koroğlu 100 erkek seçtirdi. Birinin 15 manattan pulunu verdi. Qəssabalı gördü bu qoyunun birinə 5 manat yerinə 15 manat verdi. Mat qaldı. Koroğlunun nə qoyun gözünə girirdi, nə pulun artıq verilməsi. Gözü həmişə Eyvazda idi. Koroğlunun gözləri qızıl quş kəhliyi alan kimi Eyvazı çoxdan almışdı. Eyvaz da bunu duymuşdu. Qaşgözlə atasını işdən xəbərdar eləmək istədi. Ancaq atası mətləbi işarə ilə anlamadı. Aldı görək Eyvaz nə dedi. Qədəm qoyar hər dəm yerişlər. Bu qılıqda çodar olmaz, hay olmaz. 5-5 deyər, 15-15 bağışlar. Bu qılıqda çodar olmaz, hay olmaz. Qəssabalı dedi. Ay oğul, necə çodar deyil? Davar alır, pulunu da artıqlaması ilə verir. Görünür, bunların yerində qoyun bahadır ki, bu da belə qiymətlə alır. Aldı Eyvaz atasının cavabında sözünün o biri bəndini dedi. Mərd igidlər kimi yolları basan, tülək tərlan kimi bərələr pusan, bu ya Koroğludur, ya Dəli Həsən. Bu qılıqda çodar olmaz, hay olmaz. Eyvaz bülbül olub uçar gölündən, cunun gəldi o çənli bel elindən. Bu söz çıxıb Nigar xanım dilindən, bu qılıqda çodar olmaz, hay olmaz. Koroğlu dedi, Qəssab əmi, bir adam qat bu qoyunları mənimlə köməkləşib təpəni aşırsın, qayıtsın. Qəssab Eyvazı çağırıb dedi, oğul, qonağa kömək elə, qoyunları bələndən aşır, ona yol görsət, qayıt. Eyvaz Koroğlu ilə bərabər qoyunları hayladı, bələndən aşırdı. Onlar bələndən aşan kimi Koroğlu qoyunları bıraxdı.
Quş kimi sıçrayıb Qıratın belinə mindi. Aldı görək nə dedi. Çox oldum davada, dolda, igid görmədim sən boyda. Əl ver burada sənlə soda, vuraq biz qəssabın oğlu. Əcəli qoydum börkümə, büründüm çodar kürkünə. Gəl min Qırat tərkinə, varaq biz qəssabın oğlu. Qardır çənli belin başı, var dəlilərin savaşı. Gəl gedək düşmana qarşı, duraq biz qəssabın oğlu. Aslanam, deyiləm tülkü, tanımaram qorxu, ürkü. Ərəbi, əcəmi, türkü, qıraq biz qəssabın oğlu. Çoxdur Koroğlunun yaşı, nə qovğalar çəkib başı. Əl ver sənlə dağı, daşı, yaraq biz qəssabın oğlu. Koroğlu Qırata acı bir qamçı çəkdi. Qırat qanatlandı. Koroğlu qırğı kimi Eyvazın üstünə şığıdı. Əlini atdı, kəmərindən tutdu. Nə qədər qoluna zor verdiysə, Eyvazı yerindən tərpədə bilmədi. Koroğlu acıqlandı, qızdı. Bir dəli nərə çəkdi. Eyvaz titrədi, yerə yıxıldı. Koroğlu bu dəfə əlini atdı, quş kimi Eyvazı götürüb Qıratın tərkinə qoydu. Çənlibel deyib yollandı. Qəssabalı gördü, xeyli keçdi. Amma Eyvaz gəlmədi. Qəssabalı Koroğludan bayaqdan ürkmüşdü. Onun bir yeldən yeyin, sudan iti gedən türkmən atı vardı. Atı yəhərlədi, mindi, Koroğlunun dalınca sürdü. Türkmən atı boğanağa dönmüşdü. Yollarda görünməz olmuşdu. İlan kimi ağzını açıb dörd nala çapırdı. Türkmən atı Qırata yaxınlaşmışdı. Koroğlu dönüb gördü, Qəssabalı yetir ha yetirdir. Qıratı əylədi. Qəssabalı gəldi. Koroğluya çatdı. Götürdü görək Qəssabalı nə dedi. Əcəm oğlu dəli çovdar, vermərəm Eyvazı sənə. Eyvazsız qəlbim qan utar, vermərəm Eyvazı sənə. Eyvazdır igidlər gözü, 50-si, 60-ı, 100-ü. Bıraq gəlsin, eşit sözü, vermərəm Eyvazı sənə. Sinənə çəkmiş dağı, yol al burdan qanlı yağı. Bu gözümün odlu çağı, vermərəm Eyvazı sənə. Külli məxluqat yığıla, çətindir sodam dağıla. Qıymam Eyvaz tək oğula, vermərəm Eyvazı sənə. Qəssab alı qılınc çalar, düşmandan qisasın alar. Başın gedər, leşin qalar, vermərəm Eyvazı sənə. Koroğlu dedi, canım qəssab, gözüm qəssab, qoy aparım mən Eyvazı. Yerə salma sözüm qəssab, qoy aparım mən Eyvazı. Eyvaz deyib nigar ağlar, göysünü çal çarpaz dağlar. Aparmasam Qarabağlar, qoy aparım mən Eyvazı. Eyvazın qaradır qaşı, dəlilərin olar başı. Tutma mənlə tər savaşı, qoy aparım mən Eyvazı. Tük tökər məndən paşalar, xükkarlar çəkər haşalar. Türkmənə ərlər başalar, qoy aparım mən Eyvazı. Koroğluyam, mən çaparam, gərək qiyamət qoparam. Əlac bu, zorla aparam, qoy aparım mən Eyvazı. Koroğlu sözlə dediyi kimi dil ilə də dedi. Mən xükkarlara, paşalara qan utduran, tacirlər soyan, alaylar basan Koroğluyam. Mənim evladım yoxdur. Gəldim Eyvazı aparım, özümə oğul eləyim. 777 dəliyə sərdar tikim. Gəl məni dəlilərin, xanımların yanında xəcələt eləmə. Eyvazı əlimdən alma. Məndən sənə xeyir dəyər. Eyvaz da istədiyi vaxt sənin yanına gələr. Qəssab gördü ki, Koroğlu xoş, güc Eyvazı aparacaq. Öz-özünə dedi, yenə xoşla versəm yaxşı olar.
Hərdən bir oğlumu buraxar, gələr mənlə görüşər, gedər. Yoxsa zorla aparsa, illər uzunu məni Eyvaza həsrət qoyar. Qəssab alı bu fikirlə dedi: Koroğlu, namına qıyıb Eyvazı sənin əlindən almıram. Apar, get. Amma gözün üstündə olsun. Koroğlu, Eyvaz, Qəssab alı ilə görüşüb ayrıldılar. Qəssab alı təkə türkmənə, Koroğlu ilə Eyvaz Çənlibelə yola düşdülər. Nigar xanım çoxdandır ki, Koroğlunun yolunu gözləyirdi. Koroğlunun vədəsindən çox keçmişdi. Hələ gəlib çıxmamışdı. Nigar xanım bir hündür təpədə durub, əlində dürbün yollara baxırdı. Bir də gördüyü yollarda toz dumana, duman toza qarışıb. Koroğlu qır atın tərkinə Eyvazı alıb gəlir. Nigar xanım təpədən ənib, sövünmüş dəlilərin yanına gəldi. Aldı görək nə dedi. At belinə qoç dəlilər, Eyvazı peşvaz eyləyin. Bir-birindən xoş dəlilər, Eyvazı peşvaz eyləyin. Eyvazın bənzər laçına, Tovuslar heyran saçına, Vermərəm Çinə, maçına, Eyvazı peşvaz eyləyin. Yolun gözlər çənli belim, Eyvazıma qurban elim. Eyvazdır ağzımda dilim, Eyvazı peşvaz eyləyin. Dolun libasa, yarağa, Atlılar getsin sorağa. Qoymaram gözdən irağa, Eyvazı peşvaz eyləyin. Koroğlu oxunu qurub, Sövüb seçib tərlan vurub, Qır atın tərkində durub, Eyvazı peşvaz eyləyin. Külli məxluqat yığılı, Paylayın qəndi noğulu, Koroğlunun qoç oğlu, Eyvazı peşvaz eyləyin. Qoç dəlilər, tutun barat, Düzəldün məclis, toy bəsat, Götürün libas, qılınc, at, Eyvazı peşvaz eyləyin. Xoş danışan, şirin gülən, Məclis aparmağı bilən, Dəlilərə sərdar gələn, Eyvazı peşvaz eyləyin. Eyvaz kimi olmaz sona, Beli incə, boyu mina, Nigar da Eyvaza ana, Eyvazı peşvaz eyləyin. Nigar xanımın sözü ilə 777 dəli at belinə doldu. At, qılınc, xələk götürüb Koroğlu ilə Eyvazı peşvaz elədilər. Çənlibelə gətirdilər. Görüşdülər, danışdılar, şadlıq məclisi qurdular. Qoyunlar kəsildi, quzular doğrandı, kabablar yeyildi, içkilər içildi, güldülər, oynadılar. Aşıq oxudu, damaqlar duruldu, keflər açıldı. Nigar xanım Eyvazın üzündən öpdü, köynəyinin yaxasından keçirtdi, özünə oğul elədi. Koroğlu Eyvazın ağlını, kəmalını yoxladı, sınadı. Onu dərrakədən dərin gördü. 777 dəliyə sərdar elədi. Eyvaz az vaxtda Çənlibeldə Koroğlunun, Nigar xanımın, bütün dəlilərin hörmətini qazandı. Şöhrəti hər tərəfə yayıldı. Koroğlunun bir igid arxası da artdı. Söyləyəni Aşıq Alı, Qazax, 1934.